Hə, yaxşı. Demək, ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi. Nə gülürsən? Hə? Qanunu, ağırlıq qüvvəsi. Hə, uşaqlar, demək, ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi. Hə. Ümumdünya cazibədən söhbət eləyəcəyik. Mədinə. Qırağa dinləyək, sonra rahat yazaq da olar. Nə deməkdir? Ümumdünyadan söhbət edilir. Ümumdünya cazibə dilində nəyi nəzərdə tutulur? Bax, yaradılışın hikmətini biz bilmirik. Səbəb nədir? Niyə belədir? Sən demə, yaradılan bütün cisimlər bir-birini cəzb edirmiş. O yaradılan bütün cisimlər. Daş daşı cəzb edir. Bina binanı cəzb edir. Taxta taxtanı cəzb edir. Nə bilim, insan insanı cəzb edir. Bütün proseslərin hamısında cazibə var imiş. Amma biz bunu niyə hiss etmirik? Kütlələri kiçikdir deyək, eləmi? Ən başında duracaq məsələ birinci odur. Kütlələri kiçikdir deyək. Və başqa səbəb də olacaq. Məsafə məsələsi də olacaq. Baxacaq. Amma ən böyük səbəblərin başında gələn məsələ, sən demə, cisimlərin kütlələri kiçik olduğu üçün biz cazibəni çox hiss etməyikmiş. Yəni, mən də 2 dənə, bax, 1 kiloqramlıq cisim götürsək, 2 dənə 1 kiloqramlıq cisim götürsək, bu M1 cisimidir, bax, bu M2 cisimidir. Onların, bax, mərkəzləri arasındakı məsafəyə biz bir R desək, unutmayın, kürələrin səthlər arası deyil, cisimlərin səthlər arası olmayacaq, həmişə mərkəzlər arası. Birinci sizi şaşıracaq, birinci odur. Bunu unutmayın ki, nə arasında məsafədir? Məhz mərkəzlər arası məsafədir. Bəli. Tutaq ki, mən deyirəm ki, hər birisi 1 kiloqramlıq bir cisim olsun. Bu da 1 kiloqram olsun, bu da 1 kiloqramlıq bir cisim. 2 dənə 1 kiloqramlıq cisim götürək, aralarındakı məsafəni də lap 1 metr götürək. 2 dənə 1 kiloqram cisim götürmüşük, arasındakı məsafəni 1 metr qoymuşuq. Baxın, mənim cazibə qüvvəm bu cisimlərin kütlələri ilə düz asılıdır. Bax, bayaq sən dediyindir da, yəni kütlə böyüdükcə cazibə artacaq. Kütlə böyüdükcə cazibə artacaq. Niyə hiss etmirik cazibəni? Çünki kütlələr çox kiçikdir. Və bu harada hiss olunur? Onlar mənim binalar da bax, bir-birlərini cəzb olunduğunu hiss edə bilmirik. Görmürsünüz, 2 dənə hündür mərtəbəli binanın başları belə birləşsin. Görünmür, hiss olunmur. Və bu harada hiss olunur? Planetlərdə. Aydındır, böyük cisimlər dediyimiz zaman bunlar nəzərdə tutulur. Bax, fikir verin, dünya, bütün cisimlərin hamısını özünə cəzb edir. Atdığımız daş hara düşür? Vurduğumuz top yerə düşür. Uçan quşlar gəlib sonda yerə düşür. Niyə? Çox havada qala bilir, yorulub gəlib düşürlər. Məsələ nədən ibarət? Məsələ odur ki, yer kürəsi ətrafında olan bütün cisimlər, ona biz gravitasiya sahəsində deyəcəyik. Yəni, yerin gravitasiya sahəsində daxil olan bütün cisimlərin hamısını özə cəzb edir. Kosmosda belə. Nə fərq var? Ay da öz gravitasiyasına daxil olanlar özünə cəzb edir. Günəşin də gravitasiyası var, günəşin də cazibəsi çox böyük olduğu üçün planetləri və nə qədər cisimləri ətrafında fırlaya bilir. Aydındır. Onda biz nə deyirik? Bax, həmən bu qüvvəmiz onlar arasındakı məsafənin kvadratlı tərs əsasıdır. Məsafə artanda onda cazibə azalacaq, məsafə azalanda cazibə artacaq. Bunu özünüz maqnitdə də müşahidə eləmişsiniz. Maqnitdən danışmırıq, amma maqniti misal verə bilərsiniz də. Məsələn, maqniti uzaq tuturuq bir-birindən, bir şey hiss olunmur. Yaxınlaşdırırıq, birdən-birə yaxınlaşanda səs şəkildə bir-birinə yapışır. Məsələ nədir? Məsafə artanda cazibə şiddətlə artır. Aydındır, məsafə azaldı, cazibə şiddətlə artmağa başlayır. Onda biz bunlara görə bir düstur çıxartsaq, bunlara görə bir düstur yazsam, yazarım ki, F bərabərdir
Bax, cisimlərin kütlələri ilə M1 ilə M2 ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs asılıdır. Bura bir tarazlıq üçün J kəmiyyəti, bu qravitasiya sabiti deyəcəyik. Böyük J hərfinə yazılır. Əlavə edirəm. Ədədi qiyməti 6-dan %67 vur 10 üstü -11-dir. Vahidini buradan çıxarsaq, Newton vurusu metr kvadratı bölünsün kiloqramın kvadratıdır. Bu qravitasiya sabitidir. İndi sizə bir sual verim. Mədinə, neçə kiloqramlıq cisimlərdir? 1-1. Biri 1-ə vursaq, bölsək 1-ə, biri 1-ə vurduq, böldük 1-ə. Nə eləyir? 1. Onda mənim F-im böyük Y-yə bərabər olmazmı? Razısınız? Baxın, görün uşaqlar, böyük Y-in qiyməti nə qədərdir? 6,67 vur 10 -11. O qədər kiçik bir rəqəmdir ki, hə? Hərdən uşaqlarla oturmuşuq, binaları üst-üstə yığırıq, baxırıq ki, nə qədər böyüdürsə böyüdək, mənfiləri yüngül aşağı sala bilirik, çox da aşağı sala bilmirik. Gravitasiya, o cazibə qüvvəsi həddən artıq çox kiçik bir qüvvədir. Amma var. Amma harada dediyimiz kimi müşahidə olunur, binalarda deyil. Ha? Dünyada, planetlərdə hiss olunur. Aydındır? Baxın, F bərabərdir J qədər, yəni cəzbidir. Nə zaman? İkisi də 1 kiloqramlıq cisim olsa, o qədər onlar bir-birini cəzb edir. Məsələn, deyirəm ki, biz götürək ki, yer kürəsini, məsələn, biz bura əlavə edək bir yer kürəsini, hətta bir balaca yuxarı əlavə eləsəm, bakalım olar. Bu qədərə də ehtiyac yoxdur. Tamam. Deyirəm ki, bu yerin mərkəzidir. Bu yerin mərkəzindən bura qədər olan məsafə olsun radius. Bu yerdir. Yerin kütləsinə böyük M-lə işarə edim. Baxın, yerin ətrafında bir sahə yaranır. Bu sahənin adı yerin gravitasiya sahəsi adlanır. Yerin gravitasiya sahəsinə, rəngini desəm yaxşı olar. Yerin gravitasiya sahəsinə daxil olan bütün cisimləri yer məhz özünə doğru cəzb edir. Yerin gravitasiya sahəsinə daxil olan bütün cisimləri yer kürəsi özünə doğru cəzb edir. Məsələn, bax ki, cisim buradadır. Bunun mərkəzindən yerin mərkəzinə. Bax, buradadır, bunun mərkəzindən yerin mərkəzinə. Bax, buradadır, bunun mərkəzindən yerin mərkəzinə doğru məhz cəzb edir. Yaxşımı? Onda mən bunun üzərinə bir dənə cisim götürsəm. Burada bir balaca bir cisim götürsəm. Bu olsun kiçik M. Bu da yerin kütləsi. Onda mən yerə görə bu düsturu yazsam, bu düsturu yerə görə yazsam, onda belə olacaq. F bərabərdir J yerin kütləsi, cismin kütləsi bölünsün məhz R kvadrat. Problem yoxdur ki, yaza bilərəm. Eyni prosesdir də M1 yerdir, M2 onun üzərindəki gətirdiyimiz sınaq cismidir. Bu kiçik M-ə, bura qeyd edirəm, sınaq cismi də deyirlər yəni. Gətirilən sınaq cismi də yeri gətiririk, görə cazibə varmı, yoxmu? Ona sınaq cismi də deyirlər. İndi uşaqlar, baxın, müşahidə edəcəyimiz nə var? Bir dənə buna baxaq. Yerin kütləsi sabitdir. J də sabitdir, yerin radiusu da. Bu sabit kəmiyyətlərə bir dənə kiçik J desək, nə çıxır ortaya? MJ. Baxın, F bərabərdir MJ kəmiyyəti ağırlıq qüvvəsi adlanır. Ağırlıq qüvvəsi adlanır. Tez-tez eşidirsə F bərabərdir MJ. Bax, buradan. Bu, ümumdünya cazibə qanununun düsturudur. Yaddan çıxartmayın, soruşanda. Amma bu isə ağırlıq qüvvəsinin düsturudur. J sərbəst düşmə təcilidir. Ədədi qiyməti 9,8. Biz təqribi olaraq 10 götürəcəyik. Metr bölünsün saniyənin kvadratı. Ay müəllim, bu da təcildirmi? Bəli, bu yerin təcilidir. Məsələn, deyirik ki, Ronaldonun özünə məxsus qaçış təcili var. Nə bilim, dünənləri məsələn, Nərmanı
Elədir, amma Nərimanın özünə məxsus qaçış təsiri var. Aydındır. Yer kürəsi də deyir ki, yerin gravitasiyasındakı yerə yaxın olan bütün cisimləri məhz bu j təcili ilə özünə nə edir? Cəzb edir. Aydındır. Bu yerə məxsus təcili. A yazmırdı, onun yerinə j yazırıq yəni. Aydındır. Məsələn, neçə kiloqramsa? 90. 90 kiloqramsa. Bax 90 vurulsun 10. 900 Newton sən yerə təsir göstərirsən. İndi xeyir mi versən, ziyan versən ayrı məsələ. 900 Newton sən yerə təsir göstərirsən. Aydındır, yerə göstərdiyimiz təsirdir. Bizim kiçik j-imiz, bunu yaddan çıxartmayaq. Qiymətçi sabit olduğu üçün kiçik j-imiz nə qüvvəsindən, nə də sınaq cismin kütləsindən asılı deyil. Bax, bu M sınaq cismidir, onun kütləsindən asılı deyil. Bəs nədən asılıdır? Kiçik j-imiz aslıdır böyük j. Bax, burada böyük M böl R kvadratı. Bax, bundan asılıdır. Ona görə də bizim bax, kiçik j-imiz bu M planetdir da. Planetin kütləsi ilə düz asılıdır. F-imizdə kiçik j-imiz də, bax F-də, kiçik j-də, əsəbləşmə təcili də, amma məsafədən necə asılıdırlar uşaqlar? Tərs asılıdırlar. Problem yoxdur ki, baxın, məsafədən tərs asılıdırlar. Ne bu? Budur. Bu sabit kemiyyətdir, ondan asılı deyil. Bu sahədir o. İndi uşaqlar, baxın, belə bir şey deyim də sizə. Deyim ki, bax, deyirəm ki, J-imizin yerdəki qiyməti oldu 10. Biraz hündürlüyə qalxanda, yerdən uzaqlaşanda, J-nin qiyməti olur məsələn 6. Biraz da uzaqlaşsaq, məsələn, J-nin qiyməti olacaq 3. Mən bura ay çəksəm ki, ay da yerin gravitasiyasının sayələrində, ay çəksəm, bura ay desəm, burada J-nin qiyməti nə qədərdir? Bilirsiniz, 1/6-dır. Neçə kiloqram idin? 90 kiloqram. Düzdür? Gör, ayda sən nə qədər aya təsir göstərirsən. 90 vurursun 1/6. 144 Newton, 144 Newton sən aya təsir göstərirsən. 144 Newton elə bir ki 14,4 kiloqram kimi yəni. Aydındır? Yəni bizim orada J-imiz azalır. Biraz uzaqlaşsaq nə olar? Aydan biraz uzaqlaşaq, J-nin qiyməti olacaq 0. Bu zaman oluruq çəkisizlikdə. Bizə ağırlıq qüvvəsi təsir etmir. Çəkimiz olur 0 və ağırlıq qüvvəsi təsir etmir. Bu zamanda kosmonavtların o bir dənə NASA uzayda yaşam, NASA'nın uzayda həyat videoları var. Ona bir girin baxın. Baxacaqsınız ki, kosmonavtlar məsələn orada havadadırlar. Aydındır? Kosmonavtlar orada havadadırlar. Pəncərəni bağlaya bilərsən. Qışqırıq qalmışam. Hə, kosmonavtlar orada havadadırlar. Səbəb? Çünki onlara ağırlıq qüvvəsi təsir etmir. Aydın orada şey sıfırdır. Onların çəkiləri orada yoxdur. Aydındır? Elə planetə də gedərik ki, düşün ki, burada yer kürəsində J-nin qiyməti az olsa nə olar? Durduğun yerdə məsələn, tutaq ki, tullanıb biraz uzağa tullanıb gedə bilərsən məsələn. Birdən bir maşın uçar ora gedər məsələn. Nə bilən şey olar. Elə planetdə var ki, elə planetdə var. Orada J-nin qiyməti 25-dir. Daha böyükdür. Aydındır? Yəni yerə elə bir ki, maqnit kimi ayağın altında maqnitlər var, belə çətinliklə gedəyəsən. Yəni səbəb çünki orada cazibə daha yüksək, daha böyükdür. Yəni sənə burada tez yorularsan, çox hərəkət edəməzsən. Aydındır? Səbəb yenə dediyim kimi orada J-nin qiyməti çox böyük olmasıdır. İndi bax mən bu cismi görürsünüz. Bax. Bu cismi müəyyən bir hündürlüyə qaldırım. Bax bu cismi hər hansı bir H hündürlüyünə qaldırım. Cazibə azalar, artar. Azalacaq. Çünki məsafə artdığı üçün cazibə nə edəcək? Azalacaq. Onda mən hündürlükdə bunun qiymətini yazası olsam, onda yazaram ki, bunu biraz aşağıdan yazın.
Hündürlükdə olanda mən bir qiymətin yazası olsam, onda belə yazaram ki, F bərabərdir J, yerin kütləsi, cismin, sınaq cismin kütləsi bölünsün, R üstə gəlinsin H-ın nəyi? Kvadratı. Bax, bu da hündürlükdəki qiymətimiz. Çünki H qədər hara qalxızdıq? Yuxarı. H qədər yuxarı qalxdıqsa cazibə o qədər azalacaq. Və ya kiçik J-yə də bunu yazarıq. Böyük J, böyük M bölünsün, R üstə gəl H-ın məhz kvadratı. Bu da hündürlükdəki məhz qiymətimizdir. Yəni, hündürlüyə qalxdığımız zaman J-nin qiyməti azalır. Amma hündürlükdən necə asılı olacaqlar, uşaqları unutmayın. F-imiz də, kiçik J-imiz də hündürlükdən, baxın, tam da tərs asılı deyil, müəyyən qiymətdən tərs asılıdır. Nə deməkdir müəyyən qiymətdən tərs asılılıq? Müəyyən qiymətdən tərs asılılıq nə deməkdir? Məsələn, tutaq ki, onda müəllim, binanın üstə çıxsaq biz J-nin qiyməti az mı olur? Xeyr. Heç 5 binada, nə 7 binanın üstə çıxsaq belə J-nin qiyməti, nə bir 800 mərtəbəli bir binanın üstə çıxasınız ki, orada təqribən 800 mərtəbə deməyək də, tutaq ki, 200 mərtəbəli deyək də, məsələn, orada Xristian Huygens deyir ki, təqribən 200 mərtəbəli bir binanın başında artıq J-nin qiyməti orada dəyişməyə başlayır. Məsələn, tutaq ki, təqribən 200 mərtəbəli bir binada cüzi dəyişəcək. Ona görə də, məsələn, binadan tullanaq biz biraz havada üzəcəyik, xeyr. Birbaşa yerə dəyilsin. Bəs ona görə də paraşütçülər qalxırlar çox yüksəkliyə, oradan tullanırlar, görmürsünüz, havada biraz rəqs edirlər. Aydındır, bir-birlərinə yerəcək top oynayırlar, əllə tutulur, havada olur, amma yerin yaxınlaşanda məsafə azalır, cazibə şiddətlə artır. Bu dəfə can halindədirlər ki, ipini axtarırlar ki, atsınlar, paraşütləri atsınlar. Aydındır, bir müddət havada üzürlər, süzürlər, amma sonra paraşütün ipini açır. Nisbətən qalxırlar, sonra zaman yavaş-yavaş düşürlər aşağı. Buraya bir problemimiz yoxdur ki, buraya deyəcəyimiz bir şey yoxdur ki. Bəs J-nin qiyməti yerdə, hər yerdə normal formada eynidirmi? Xeyr, uşaqlar. Eyni deyil. Yer normalda elips formalıdır. Tam dairə formalı deyil. Yəni, tam belə dairə formalı. Elips formalıdır. Təqribən, tutaq ki, belə götürək. Biraz böyüdür. Biraz böyüdək. Deyirəm ki, yerin qütbləri, ekvator xətti, qütb xətti hansı gedir? Ekvator düz xətti. Hansı? Bax, belə bir xətt çəksəm sizə. Bu mərkəzdən bura qədər bir xətt çəksəm sizə. Bu rəngi dəyişim. Bu rəngini dəyişək. Tutaq ki, bu mərkəzdən bura qədər olan bir xətt var. Bir də bura qədər olan. Hansı ekvatordur? Hansı qütb xətt? Bəli, bu ekvatordur. Bu hansıdır? Qütbdür. Bəli. Bura yazıram ki, ekvator. Ekvator xəttidir. Bu da nə xəttidir? Qütb xəttidir. Aydındır. Deyirlər ki, vaxt zamanında tüccarlar, tacirlər yerin ekvator dairəsinə, yəni buradan alıb zinət əşyalarını gətirib qütbdə satıblar. Niyə? Səbəb nədir? Baxın, bu məsafə ilə bu məsafə arasında fərq varmı? Var. Düzdürmü? Çünki məsələn, tutaq ki, deyirəm, bax, bura R-dirsə, məsələn, deyirəm ki, 1.5 R-də bax, buradır. Burada məsafə azdır, çoxdur, J azdır. Burada məsafə azdır, J nədir? Çoxdur. Cazibə qüvvəsi nədir? Çoxdur. Ona görə də buradan alıb bura gətirincə çəkisi artır. Aydındır. Başa düşürsünüz. Ona görə uşaqlar, bizim üçün burada 3 dənə nöqtə götürsək, 1 nöqtəsi, 2 nöqtəsi və 3 nöqtəsi götürsək, onda deyərik ki, J3 böyükdür J2-dən, o da böyükdür nəydən? Əvvəl deyirik ki, məsələn, tutaq ki, bərabər, amma xeyr, onlar hamısı bir-birindən məhz fərqlənirlər. Aydındır. Bunu yaddan çıxarmayalım uşaqlar. Sualınız varmı? Deyəcəyiniz var. Siz bir balaca təzən bir daha da bir göz gəzdirəyim. Bir balaca bunu kiçildim. Bax, burada bizim hamısını biz bir yerə yığıb
danışa bilər. Ümumilikdə bir daha da baxırıq ki, bizim cazibə qüvvəmiz cisimlərin kütlələri ilə düz aralarındakı məsafənin kvadrat ilə tərs asılıdır. Bu qravitasiya ümumdünya cazibə qanununun düsturudur. Bu ağırlıq qüvvəsinin düsturu olmuş oldu uşaqlar. Bu yerə görə bizim yazdığımız düsturdur. Bu da hündürlüyə görə. Hündürlükdə deyəndə bu düsturu yazın. Yəni h-ı nəzərə alın da, əli yaxşı. Məsələn bunda. Amma yerdəki qiymətləri də məsələn bax budur. Və bu da cismin bax bu m kütlələri, həmin o m kütlələri. Yəni qalanca sana misallarda MC-yi verir hə? Hə, J-nin həmişə qiymətini verir, 10 verəcək yəni. Həmişə J-nin qiyməti bəlli olacaq. M də verəcəkdir sənə. Və ya səndən M-i soruşacaq.